olacak mahnısını yazdırdı ve o mahnıya klip çektirdi. Yəqin ki hamınız o klipə baxmısınız, məlumatlısınız. Birazdan o mahnını təqdim edəcək. Kəmalə xanım, çox istərdik ki 2 kəlmə də olsa bugünkü günlə bağlı fikirlərinizi bildirəsiniz. Buyurun. Danışa bilmiş. Dünən Yaşıl Teatrda müğənni Rəvan Qarayevin ilk solo konserti baş tutub. Gecənin qonaqları arasında Azal təyyarəsinin qəzasında həyatını itirən və ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülən Hökümə Əliyevanın anası Kəmalə xanım da olub. Rəvan Qarayev səhnədən Kəmalə xanımı xüsusi salamlayaraq onun üçün böyük hörmət və ehtiramını ifadə edib. Daha sonra sənətçi səhnədən aşağı inərək Kəmalə xanımın yanına gedib, onun əllərindən öpüb və duyğulu anlar yaşanıb. Konsertin ən kövrək məqamlarından biri isə Rəvan Qarayevin Hökümə Əliyevanın hər kəsin yaddaşında qalan, hər şey yaxşı olacaq sözlərinə yazdırdığı mahnını səsləndirməsi olub. Hökümənin anası Kəmalə xanım qızının səsi və xatirəsi ilə bağlı bu duyğulu ifanı dinləyərkən göz yaşlarına hakim ola bilməyib. Zal da həmin an böyük sükut və kövrəkliklə qarşılayıb. Rəvan Qarayevin bu jesti Hökümə Əliyevanın xatirəsinə ehtiramın və onun anasına duyulan dərin hörmətin ifadəsi kimi yadda qalıb. Birazını saxlayın, kəmərləri bağlayın, hər şey yaxşı olar.